Bakı Apellyasiya Məhkəməsinə dələduzluqda təqsirləndirilən Zahid Baxşıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə Zahid Baxşıyev 2015-ci ildə Bakı şəhərində yerləşən notariat kontorlarından birində zərər çəkmiş şəxs tərəfindən torpaq sahəsini və əmlakına satılmasına köməklik göstərilməsi məqsədilə verilmiş etibarnamələrdən istifadə edib. O, zərər çəkmişin məlumatı və icazəsi olmadan ona məxsus mənzili 90 min manata satıb. Bununla kifayətlənməyən təqsirləndirilən şəxs zərər çəkmişin məlumatı olmadan onun bank hesabından hissə ümumilikdə 20 min manat pul çıxarıb. Zahid Baxşıyev daha sonra zərər çəkmiş şəxsin etibarından yenidən sui-istifadə edərək ondan 10 min manat pul alıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan Zahid Baxşıyev və onun müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və ona şərti cəza verilib. Zahid Baxşıyev məhkəmə iclası zalından azad olunub.